Ən baha pul bu olub. Çar hökumətinin puludur. 1910-cu ilin puludur. Burada hər manatı 17 tam 1424 doli çisto zolata yazılıb. Yəni təmiz qızıla bərabər olub. 75 yaşlı Nəbi İskəndərov 14 yaşından bugüne qədər topladığı böyük bir pul kolleksiyası var ki, o döneminin en önemli nominatlarını özündə əks etdirir. Hazırda isə onun ən böyük arzusu böyük bir muzey yaradarak pul kolleksiyasını genişləndirməkdir. 1918-ci ilin pulu var burada. Nəriman Nərimanovun adı və imzası. Cavanlığımdan başlayıb. Elə qədim pullardan bir neçəsi bizdə var idi.